Azərbaycan Dövlət Dəniz Akademiyasında Elm Təhsil İstehsalat Diskussiya klubunun yaradılması məqsədi ilə görüş keçirilib. Görüşdə akademiyanın rəhbərliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin zavod və donanmalarının heyəti, eləcə də dənizçilik, liman və logistika sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri iştirak ediblər. Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev çıxışında elm, təhsil və istehsalat arasında inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktor müavini Əli Mərdan Quliyev isə liman və logistika sektorunda yüksək ixtisaslı kadr ehtiyacının artdığını diqqətə çatdırıb. Görüşdə tələbələrin praktiki biliklərinin artırılması, müasir texnologiyaların tətbiqi və mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri də müzakirə olunub. Görüşün sonunda klubun əsasnaməsinin təsdiqinin məqsədəuyğun olduğu bildirilib. Zəhra Rahib qızı, İsmail Rəhimoğlu, Adda xəbər.